Sizin övladınız hansı rəngdədir? Hamısı mavidir. Yəqin ki, fikir verirsiniz. Amma bu mavinin bəzisi açıq mavidir, bəzisi tünd göy rəngdədir. Baxın, autizm spektr bu deməkdir. Yəni rəng çaları. Ola bilər sizin övladınızda autizm spektri daha azdır. Onun üçün onun daha açıq rəngdədir. Bəzən bunu valideynlər hətta çox az hiss edə bilir. Amma yaş ötdükcə, zaman böyüdükcə get-gedə bu spektr tündləşməyə başlayır. Autizm spektr bu deməkdir. Rəngin get-gedə tündləşməsi. Onun üçün də mən burada gəldim, uşaqları gördüm. O çox ağır autizmdir. Mənim uşağımda elə deyil o autizm deyə bilmərsiniz. Hər yaşda, hər ayda bu spektr get-gedə tündləşməyə başlayır. Onun üçün kiçik artıq bir yaşı varsa, adına reaksiya vermirsə, dönən əşyalar meyil edirsə, yaxşı danışmırsa, reaksiya zəif verirsə, artıq get-gedə bu rəngin qoymayın tündləşməyinə. Erkən müdaxilə proqramı ilə autizm spektrinin rəngini aça bilərsiniz. Amma çox təəssüf üstünə düşməsək, bu rəng get-gedə tündləşdikcə bu vəziyyəti göyü ağ rəngə çevirmək asandır, yoxsa açıq mavini ağ rəngə çevirmək lazımdır. Amma əmin olun, zamanında üzərinə düşərsə, bu mavi deyil, ağappaq verir, sıfır şəkildə əlamətsiz həyatına davam edə bilər övladlarımız.